Rizvan müəllim, əlavə təhsil nədir? İmtahansız qəbul necə keçirilir? Çox maraqlı sualdır və bu gün artıq ən çox verilən suallardan biridir. Bilirsiniz ki, əlavə təhsilə qeydiyyat başlayıb. Proses avqustun 31-nə kimi davam edəcək. Əlavə təhsil nədir? Bəziləri bunu qarışdırır. Sən 11-ci sinifi bitirir, deyir, mən də verə bilərəm. Yox, sən verə bilməzsən dostum, sən kənarda gözlə. Əlavə təhsil odur ki, misal sizin kollec diplomunuz var, heç bir imtahan vermədən istənilən kollec üzrə və istənilən ixtisas üzrə təhsil ala bilərsiniz. Təbii ki, kolleclər bu ixtisası sizə təqdim etməlidir. Hər kollec əlavə təhsilə yer çıxarmır. Misal tutarmısınız Gəncədə aqronomluğu, siz Bakıda bir sayda Bakı Baza Tibb Kollecində tibb bacısı üzrə əlavə təhsil ala bilərsiniz. Əlavə təhsil yalnız ödənişlidir, ödənişli əsaslarla aparılır. Həmçinin universitet bitirənlərə də bu aiddir. Məsələn, siz tutarmısınız aqronomluğu, hüquq üzrə, iqtisadiyyat, maliyyə və digər sahələrdə əlavə təhsil ala bilərsiniz. Pedaqoji ixtisaslar əlavə təhsilə çıxarılmır. Məsələn, siz müəllim olmaq üçün ancaq test imtahanı verməlisiniz. Və bundan da əlavə ən əsas məsələ qeyd etdiyim kimi bəzi ixtisaslar var ki, burada daha cəhd tərpənmək lazımdır. Məsələn, tibb 1 nömrəli, 2 nömrəli tibb kolleci, Sumqayıt tibb kollecində qeydiyyat başlayan kimi bütün yerlər qısa bir zamanda dolur. Bəzi müəssisələrdə isə daxili imtahandır. Məsələn, Bakı Dövlət Universiteti daxili imtahan həyata keçirilir. Əlavə təhsil zərurətdən yaranır. Əgər şəxs başqa bir ixtisası qutarıb, amma elə bir sahədə çalışır ki, məsələn, qutarıb geologiyanı, amma inşaat mühəndisi kimi çalışır, buna təbii ki, inşaat mühəndisi üzrə əlavə təhsil lazımdır. Bu halda o məcburdur ki, əlavə təhsil alsın. Yəni, əlavə təhsil zərurətdən yaranan bir haldır. Əlavə təhsillə bağlı hər hansı bir sualınız varsa və yaxud da qeydiyyat prosesindən bağlı 051 346 14 38 mobil nömrəmə elə indi yaza və yaxud da zəng edə bilərsiniz. Uğurlar.